Bismillahirrahmanirrahim. İxlas xalis sözündən götürülüb. Xalis, təmiz, pak, heç bir qarışığı olmayan. Qiyamət günü elə insanlar olacaq ki, onun etdiyi ibadətlərdən əziyyəti qalacaq. Hansı səbəblərdir ki, biz riyadan qaça bilərik? Allahı razı salmağa çalışsın, elhamdülillah, Allah Teala səndən razı qalacaq. İnnəməl ə'məlu bin niyyət və innəmə likulli mur'in mə nəvə. Həqiqətən əməllər niyyətlərə görədir. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Allahın dostuna, sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm Allahın salamı olsun, salavatı olsun. Onun yolun düzgün şəkildə tutub gedənlərə Allahın salamı olsun. Qardaşlarım, ən birinci hamımızı Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Xoş bir məclisdir, gözəl bir məclisdir, iftar süfrəsidir. Və elhamdülillah Ramazan ayıdır, mübarək gün və gecələri yaşayırıq. Əsl fürsət güdən insan bu günlərdən, bu gecələrdən özünə fürsət götürməlidir. Yararlanmalıdır. Xeyr əməlləri ilə yararlanmalıdır. Xeyirdə tələsməlidir. Gecələri ibadətdə iştihad eləməlidir. Gündüzləri Quran-ı Kərim oxumaqla, gecələri namaz qılmaqla, həmsinin dua eləməklə keçirməlidir. Və belə olsa, insan bu aydan fürsətli istifadə eləmiş insandır, əgər bu cür ibadətdə keçirsə. Lakin qardaşlarım, bir əməl var ki, qəlbin əməlidir. İstəyirəm o əmələ qısa toxunaq. Hansı ki, o əməllərin ruhudur. Onsuz əməl ölüdür, onsuz əməl yoxdur. O olmasa Allah Teala insanların heç bir əməli qəbul eləmir. O da qardaşlarım ixlasdır. İxlas. İxlas xalis sözündən götürülüb. Xalis, təmiz, pak, heç bir qarışığı olmayan deməkdir mənası. Yəni, ibadət deyilən bütün əməlləri xalis yalnız Allah üçün eləmək. Bax, ixlas budur. Allah Teala ibadət deyilən əməlləri özündən qeyrisi üçün edəndən onu qəbul etməyəcək. O əməli etsin belə. Gecəni səhərə qədər səcdədə qalsın belə. Əgər o əməli etməklə Allahı razı salmağı düşünməmsənsə, Allahı razı salmağı qəsd eləməmsənsə, o əməl səndən qəbul deyil. Qiyamət günü elə insanlar olacaq ki, onun etdiyi ibadətlərdən əziyyəti qalacaq. Qıldığı namazlardan əziyyəti qalacaq. Elə insanlar olacaq ki, tutduğu orucdan onun əziyyəti qalacaq, Allah Teala qəbul eləməyəcək. Çünki o əməli xalis Allah üçün eləməmişdir. İnsanlara göstərmək üçün eləmişdir. İnsanlar onu tərifləsin deyə eləmişdir. Məqam, şan, şöhrət naminə eləmişdir. O insan elmi almışdı ki, insanlar onu tərifləsin. O gələndə məclisə onu başa ötürsünlər. İnsanlar bir-bir gəlib onunla görüşsün və onu tərifləsin. Şan, şöhrət, məqamdan ötürü elm almışdı. Allah Teala onu ondan qəbul eləməyəcək. Bütün Quran-ı Kərimi əzbər bilsə, bütün hədisləri əzbər bilsə belə, əgər onun bu əməli Allahı razı salmaq üçün olmayıbsa, ixlasla olmayıbsa, Allah ondan onu qəbul eləməyəcək, qardaşlarım. Bu mühüm bir məsələdir. Bu, bizim üzərində dayanıb, düşünülməsi lazım olan bir məsələdir. Ona görə, ixlasın səninlə daim hazır olmalıdır. Oyaq olmalıdır. Bütün edəcəyin əməllərdən öncə, o əməli etməmişdən öncə düşünməlisən ki, bu əməlimlə mən Allahı razı salmağa çalışıram, yoxsa insanları. Bax, əgər bu cür etsin, Allahı razı salmağa çalışsın, elhamdülillah, Allah Teala səndən razı qalacaq. Baxın, qardaşlarım, Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Sahabələr deyilər ki, ya Rasulullah, kiçik şirk nədir? Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, o riyadır, riya. İnsanlara özün göstərmək. Və bunun növü iki dənədir. Riya, bir də sum'a. Riya insanlara göstərməkdir. Sum'a eşitdirmək. Bəziləri görəsən ki, hərdən Quran oxuyur. Gözəl səslə Quran oxuyur. Avazla əzan verir. Amma məqsədi qəlbində Allahı razı salmaq deyil. İnsanlar tərifləsinlər, desinlər, bunun səsinə bax, gör nə gözəl oxuyur. Bunun səsinə bax, gör nə gözəl əzan verir. Halbuki Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kim əzan verərsə, onun əzana
əzanına, əzanı getdiyi müddət qədər quru, yaş, ağac, canlı, nə qədər şey varsa hamısı qiyamət günü şahidçilik eləyəcək. Gör, nə qədər böyük bir əməldir. Əgər sən niyyəti buna uyğun eləsin, Allahı razı salmaq üçün və insanları ibadətə çağırmaq üçün, qiyamət günü bu əməl sənə şahidlik eləsin deyənə eləyirsənsə, Allah səndən razıdır. Allah onu qəbul edəcək. Yox, əgər ibadətləri eləyirsən, əzanı verirsən, səsi bəzirsən ki, insanlar tərifləsinlər, çəksinlər, paylaşsınlar. Çəkib paylaşmayanda görürsən ki, qəlbi daralır. Görürsən ki, onu tərifləməyəndə görürsən ki, qəlbi daralır. Allah qorusun, qardaşlarım. Bu zaman qəlbə müraciət etmək lazımdır. Sən o əməli eləyəndə qəsdin nə idi? Ona görə ən əməllərin içində qəbul olunması daha uyğun olan gizlin olandır, qardaşlarım. Qəbul ehtimalı daha çox olan gizlin olandır. Əməl nə qədər gizlin olsa, o qədər onun qəbul ehtimalı daha çoxdur. Ona görə sələflər gizlin əməllərin aşkar əməllərdən daha çox eləyərdilər. Baxın, nəyə bənzədirlər riyanı? Allah Resulü dedi ki, o gizlindir. Gizlindir. İnsana daxil olur, çıxır, insana vəsvəsə verir. Lakin insan bəzən onu hiss eləmir. Çıxır, məsələn, insan sədəqə verməyə, görür ki, bir dənə qabağdan ehtiyaclı gəlir, cibindən qurtlanır, bir dənə 20 kəpiyi tapır cibindən, verən anda görür ki, aralıdan kimsə gəlir, bunu tanıyan insanlardan biri. Fikirləşir ki, bu 20 qəpiyi versən, deyəcək ki, buna bax, bu xəsisdir ki, 20 verir, bunun verdiyi sədəqəyə bax. 20-ni saxlayır, əlini atır, arxadan 1 manat verir. Göstərə verir ki, narahat olma, bax, 1 manat verdim, 20 vermədim. Bu, Allah üçün olmadı, onu göstərmək oldu. Allah Teala bunu qəbul eləmir. Allah Teala xalis, yalnız onun özü üçün, onu razı salmaq üçün olanı Allah qəbul edir. Qiyamət günü, qardaşlarım, vallahi bu hədis məşhur bir hədisdir və bizim ən çox üzərində durmağımız vacib olan bir hədisdir. Çünki əməl onsuz qəbul olunmayacaq. Əksinə, ola bilər ki, sən əməl eləməklə od qazanırsan. Çünki şirk eləyirsən əməlində. Allah Resulü buyurur ki, qiyamət günü 3 sinif insan ən birinci oda atılacaq. Allah Teala onları hesab edəcək, çağıracaq. Ən birinci müzahid idi. Deyəcək ki, niyə döyüşdün? Deyəcək ki, ya Rabbi, sənin razılığı üçün döyüşdüm. Allah deyəcək ki, yalan deyirsən. Orada da bax, orada da yalan danışır. Allah Teala deyəcək ki, bilirək Allah Teala. Allah Teala deyəcək, yalan danışdın. Sən istəyirdin ki, insanlar səni tərifləsin. Və insanlar səni təriflədi, atın oda. İkinci sədəqə verən. Deyəcək, niyə verdin? Niyə xərclədin? Deyəcək ki, ya Rabbi, sənin razılığı qazanmaqdan ötürü. Allah Teala deyəcək ki, yalan deyirsən, atın oda. Sən verirdin ki, səni tərifləsinlər. Və dünyada da təriflədilər. Üçüncü, alim idi. Quran oxuyan idi. Niyə oxudun? Deyir ki, ya Rabbi, sənin razılığın üçün öyrəndim, öyrətdim. Allah Teala deyəcək ki, yalan deyirsən. Sən elədin ki, səni tərifləsinlər. Yer, məqam versinlər. Şöhrətli olasan. Və bizim yanımızdan sənin heç bir pay yoxdur. Onu istəyirdin dünyada, o da sənə verildi. Və Allah Teala əmr eləyəcək ki, mələkləri üzü atın oda. Görün, qardaşlarım, nə qədər təhlükəli bir məsələdir. Və şeytan bu qapıdan daim insanlara daxil olur. Çünki sən nə qədər əməlin bol olsa da, bu ixlas səndə olmasa, əməl səndən qəbul deyil. Əksinə, sən əməli başından Allahdan qeyrisi üçün eləmisənsə, o əməli etməklə günah qazanırsan. Görün, nə qədər, qardaşlarım, təhlükəli bir məsələdir. Həmçinin, qardaşlar, bunun təsiri var, böyük təsiri var. Hansı səbəblərdir ki, biz riyadan qaça bilərik? Riyadan qaçaq və ixlasımız çoxalsın. İxlasa yönələk. 1. Bilmək lazımdır ki, insan daim düşünməlidir ki, daim Allah Teala onu görür. İnsan düşünsə, etiqad eləsə və bunu daim beynində diri saxlasa, qəflətdə olmasa ki, unutmasa ki, Allah onu görür, Allah onu izləyir. Neyirsən sən? Hayır, insanlara görə əməlləmə. İnsanları razı salmaq çalışma, onu razı sal, onu göydəkin. Çünki, qardaşlarım, sən nə qədər istəsin insanları razı salasan, onsuz da insanlar səndən narazı qalacaq. O verdiyin adam özü də 3 gündən sonra unudacaq, o da səndən yenə də narazıdır. Sabah verməyəndə daluzan deyinəcək. Amma sən onu razı salmağa çalış. Bilmək lazım ki, Allah daim səni görür. 1. İkinci, ahirəti xatırlamalısın daima. Və bilməlisən ki, insanlardan sənə heç bir fayda yoxdur. Qiyamət gün sənə mükafatı Allah Teala verəcək. İnnəməl ə'məlu bin niyyət və innəmə likulli mur'in mə nəvə. Həqiqətən əməllər niyyətlərə görədir.
əməllər niyyətlərə görədir. Niyyət yəni ixlasına görədir. Niyyətvə görə, qəsdivə görədir etdiyin əməllər. Və innəmə likulli imri'in mə nəvə. Hər bir kişiyə qiyamət günü onun niyyətinə görə veriləcək onun mükafatı və yaxud da onun cəzası. Etdiyin əməldə nə qədər ixlaslı olmusansa və buna çalışmışsansa, bax, qiyamət günü sənin əməlin ona uyğun veriləcək. Ona görə, qardaşlar, bax, Fudeyl ibn İyad, Allah ona razı olsun, gözəl bir söz deyib ixlas haqqında. Buyurur ki, neçə kiçik əməllər var ki, ixlas onu böyüdür. O qədər kiçik əməlin var ki, evdən çıxmışdın, 20 qəpik pulun var idi. 20 qəpik, ondan başqa pulun yoxdur. Evdən deyiblər ki, get çörək al. Çıxırsan çörək, bir dənə ehtiyaclı çıxır, deyir ki, pul ver, gedim çörək alım da. Axırıncı 20 qəpiyi verirsən, gələ, bismillah. Qutardı, pulun yoxdur. Allah Teala bu əməli elə qiymətləndirəcək, elə dağa döndərəcək qiyamət günü, əgər qəlbin salamat olursa, sırf Allaha xatir onu eləmisənsə, Allahın qəzəbin söndürməkdən ötürü, Rəhmanın razılığını qazanmaqdan ötürü eləmisənsə, Allah Teala mükafatı bol-bol verəcək. Ola bilsin ki, 1000 verəndən sən daha çox savab qazanasan. Çünki o 1000 verənin əlavə evdə pulu da var. 1000'i verir və ona təsirləmir. Sən də 20 idi, 20 qəpiyi də verdin, qutardı pulun. Sən ondan daha çox savab qazanırsan, niyyətvə görə. Və həmçinin Fudeyl ibn İyad buyurur ki, ikinci hissədə, və neçə böyük əməllər var ki, niyyət onu kiçildir. Əməli böyüdür, adam səhərə kimi gedib oturub meçiddə səcdədə, namazda. Nə var, səcdədə qalıb ki, istədiyi qızın atası bir dənə gəlsin, görsün ki, bu namazda, desin ki, bu kişi nə imandır da, buna qız vermək olar, məsələn. Getdi. Ona görə, qardaşlarım, İxlas məsələsində, ixlas mühümdür. Azca bax, İbn Hüseymin, Allah ona rəhmət eləsin, gözəl bir söz deyir. Buyurur ki, qardaşlarım, bəzən insan onsuz da hansısa bir əməli eləyir. Məsələn, bu yemək içmək məclisidir, məsələn. Onsuz da sən bu məclisə gəlirdin və burada yemək içmək də var, bol, hər şey var, düzdürmü? Sən onsuz da bura gəlirsən, dəvətlisən. Sən gəlib onsuz da burada dolmanı yiyəcəksən, Allahın izni ilə. Lakin bilirdin ki, orada elm də var. Sən niyyətində tutursan ki, gedim elmdən faydalanım. Niyyət ilə, niyyətin yanında hazır olsun. Qəflət qəlbinə gəlmə bura. Ancaq dolmaya görə fikirləşmədən, mən o, əlhəmdülillah, buradan danışmıram, amma ümumi də harasa məclislərə gedəndə. Fikirləşdirən ki, elm almağa, elm yolunda. Bunu fikirləşsin. Qiyamət günü sənə bol-bol veriləcək. Yox, əgər elə, məsələn, insanlar var ki, ancaq fikirləşir ki, bir dənə gedək yiyəcək davay, məsələn. Qiyamət üçün dəftərdə ola bilsin ki, açılsın, görəsən ki, ancaq kifta bozbaş. Ona görə oyaq saxla niyyəti. Xeyr, əlhəmdülillah. Ruzu qazanırsan, evdən çıxırsan, niyyətin olsun ki, aləmin ruzusunu gətirim, halal ruzu gətirim, heç kimə ehtiyac olmasın. Əlhəmdülillah, minik və s. Hamısında niyyəti düzəltmək lazımdır, qardaşlar. Sonra, qardaşlar, riyadan qorunmaq üçün və ixlasa möhkəm bağlanmaqdan səbəblərdən biri də əməli bazarlıq qədər gizlinləməkdir. Əgər özü tanıyırsansa, bilirsən ki, sən zəif insansan və bu vəsvəsə sənə daima gəlir, məsələn, insanlara göstərmək qorxusu və s. O zaman sən çox vaxt əməli gizlin elə. Sədəqələri gizlin ver, səcdələri gizlin elə. Cəmaatla olan ibadətlərdən getmir, söhbət. Tək olunan ibadətlərdən gedir. Həmçinin, qardaşlar, insanların tərifinə fikir vermə. İnsanlar xeyr əhlini daim tərifləyir. O tərifdən təsirlənən insan, qardaşlar, insanların təriflə görə əməlini çoxaldır. Tərifdən təsirlənməyən insan, əlhəmdülillah, ona heç bir şey təsirləmir. O yalnız Allahın razılığını güdür. Ona görə insanların tərifinə fikir vermə. Və belə, qardaşlarım, və belə qısa istədim ixlasa toxunaq. Vaxtımız azdır, əlhəmdülillah, təravihə gedəcək, şah namazına gedəcək. Allahdan istəyirəm, Allah Teala bizi ixlaslı qullarına eləsin. Allah Teala bizim az olub, davamiyyətli olan və həmçinin ixlaslı olan əməlləri Allah Teala bizi müvəffəq eləsin etməyə. Allah Teala qardaşımızın süfrəsinə, evinə, ailəsinə, əhlinə bərəkət versin, Allah ona qəbul eləsin. Allah Teala cəmaatımıza bərəkət versin, Allah Teala qorusun. Allaha həmd olsun, Allah Teala bərəkətli eləsin, xeyirli ibadət əhlinin sayını Allah Teala çoxalsın. Oruçlarımızın Allah Teala sayını çoxalsın. Maşallah, bir neçə il bundan qabaq çox az idi. Əlhəmdülillah, kənddə ibadət əhli namaz qılan, maşallah, Allah Teala nurlandırıb, bərəkət verib, əlhəmdə çoxalıb və buna şükürləmək lazımdır. Və əlhəmdə demək, danışmaq lazımdır insanlara. Və Allah Teala bizə eşitib faydalardan eləsin. Və sallallahu aleyhi ve sellem alə nəbiyyina Muhammed və alə əlihi və səhbihi əcməin. Allah sizə bərəkət versin. Allah razı olsun.